Göygöl polisi malqara oğurlamada şübhəli bilinən şəxsi yaxalayıb. O, yol gedərkən qarşısına çıxan, başqasına məxsus olan iri buynuzlu heyvanları oğurlasa da sonradan polis bu cinayətin üstünü aça bilib. Səhər gəldi, sağdı, xayladıq örüşə. Axşam da gəlmədi, gecə qalıb sürdü. Getdiyi örüş yerində yox idi. Daşkəsən sakini Mehman Abdullayeva məxsus iri buynuzlu heyvanlar Göygöl rayonunun Yalqışlaq kəndi ərazisində naməlum şəraitdə yoxa çıxıb. Əvvəlcə heyvanların itdiyini düşünən təsərrüfat sahibi sonradan onların oğurlandığını bilib və dərhal polisə məlumat verib. Daşkəsən sakini 25 yaşlı Bəxtiyar Tağıyev yaşadığı kəndə gedərkən yolda sahibsiz heyvanları görüb və onları oğurlamaq qərarına gəlib. Beləcə malqaranı qabağına qatıb bir neçə kilometr piyada irəliləyən həmin şəxs yolda polis tərəfindən saxlanılıb. Hal-hazırda Bəxtiyar Tağıyev şübhəli şəxs kimi tutulmuşdur. Onun digər bir başqa cinayətlərdə əli olub-olunması tərəfimizdən araşdırılır. Saxlanılan Bəxtiyar Tağıyev oğurluq etməsini etiraf edib. Gəncə şəhərindən kəndə gedirdim evimizə. Keçəndə baxdım ki, otlayırlar. Mənim də ehtiyacım var idi pula. Belə işi yox idi, belə deyim. Mən də belə düşdüm, hayli getdim, Gəncə bazarına aparırdım. O da polis tərəfindən saxlandım. Tutduğum əməlimdən peşmanam. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq davam edir.